belə proqres ideyası ilə bağlı Nisbetin fikirləri və onun tutaq ki, tarixdə həmişə olub deməsini bir kənara qoysa belə biraz skeptik yanaşsaq söhbətə, şübhə eləməyə haqqımız var da yox. Məsələn, sən bilmirəm onun üçüncü arqumentdə deyəcəyini yoxsa yox, mən əks arqument özümə olaraq demək istəyirəm. Genon məsələn də. Tradisionallar nə deyir? Yəni həmişə düşüş var. Yəni hər kəs bəşəriyyət ümumiyyətlə qızıl çağdan başlayır. Sonra gümüş, sonra bürünc, sonra dəmir çağı. İndi Kali-Yuga dövrüdür. 64.800 illik sikl və biz həmişə bu sikl bitir yuxarıdan aşağıya doğru. Burada keyfiyyətin degradasiyası problemi var. Ola bilər biz görürük ki, texnika olaraq biz inkişaf edirik və sürət də buna aiddir ki, sürət onun kəmiyyət halıdır da inkişafın. Ancaq mənəvi olaraq bizdə itki müşahidə olunur. Artıq insan özünü kainatın bir hissəsi kimi hiss eləmir. Baxmayaraq ki, biz hal-hazırda oturub burada volt, istənilən aplikasiyadan tut da yarım saata hansısa ölkəni qət edə bilirsən də təyyarə ilə digər ölkəyə.